Sabahınız xeyir. Yeni vlogumdan sizləri salamlayıram. Bugün sizlər üçün bir vlog çəkəcəm. Bugün nə işlər görəcəm deyim sizə. Ad günü var bizdə. Ona hazırlıq görəcəm. Bir də gözəlimi yuyacam bugün. Görək başqa nə iş görəcəm. Sərin gözəl hava var. Leylimiz də səhər-səhər öz yeməyini yeyir. Qalan yeməkləri öz yerində yeyir. Leyli, Leyli, Leyli. Sizlərlə bir yerdə ilk otaqları təmizləyəcəm. Heç özüm səhər yeməyi yeməmişəm, amma ilk öncə qabları yığışdırıram. Uşaqlar səhər yeməyi yeyib məktəbə gediblər. Mən çox vaxtı yatıb qalıram. Qazın üstündə həmişə video çəkəndə ən çox əsəbləşdiyim bu bizim mebel ustalarımızın etdiyi səhvdir. Buranı görəndə əsəb keçirirəm. Həm istər yemək çəkirmək videosu, istər bu video çəkəndə. İndi mütləq bu aralarda bunu düzəldəcəm mən. Qəşəng qazı təmizləyəcəm bugün. Elə biləcəksiniz qaz təmizdir, amma bu tam dərindən, yəni ən xırda deşiklərdə olan belə çirki, yağı, hər şeyi çıxardacaq. Bunları da dərmanlayıb və qabları yuyacam. Bunlar tam təmiz olana kimi. Qaz təmiz olana qədər gəlin birlikdə bu qabları yuyaq. Qabıyam bunu işlədirəm. Qabları yuyarkən isə istəyirəm sizlərlə biraz söhbət edeyim. Bugün yoldaşımın ad günüsüdür. Əslində əvvəl bir ay əvvəlcədən günləri sayardıq ki, ad günü gəlir. Son vaxtlar bilmirəm gün qısalır, mənim üçün tez gedir, bilmirəm hər birimiz üçün belədir. Çox tez uçur günlər. Dünən axşam qızım deyir, babanın ad günüsüdür. Sabah deyirəm, belə bu qədər gün gəlib çatana qədər necə mən bu günü unutmuşam. Əslində çox yaddaşımda var idi. Bütün hər kəsin, hətta öz ailəmin yox, yaxınlarımın belə ad günləri mənim beynimə yazılmışdı. Amma son vaxtlar düzdür, həmin günü xatırlayıram. Amma həmin günün gəlib çatdığını bilmirəm. Mən elə bilirəm ki, hələ də qış vaxtındayıq. Çünki bayır çox soyuqdur. Elə bil qış havası var. Yəni heç yaz havası hiss olunmur. Biz əvvəl qeyd eləyirdik kənddə olan vaxtı, həyətdə qəşəng kebab eləyirdik. Yəni qəşəng otururduq navesdə, günəşin altında, çardağın altında qəşəng ad gününü qeyd eləyirdik. Amma bu dəfə görürəm ki, yox, artıq qış havası çıxmaq bilmir. Yəni ona görə də bəlkə də mayın gəldiyini hiss eləməmişəm. May ayında doğulub yoldaşım da, oğlum da mayın 20-si ad günüsüdür. İndi bu ad günü çatandan sonra artıq 20-si xatırlayıram. Çünki ad günü daha tez xatırlayanda gedib bir daha yaxşı bir şey ala bilirsən. Amma bugün düşünürəm ki, nə alım? Az yaşı da yoxdur və ən əsasda nə saat taxandı, nə sep taxandı. Əvvəllər alırdım, amma heç istifadə eləmirdi. Ona görə indi artıq onları almağı heç düşünmürəm. Elə bir şey almalısan ki, gərək onu istifadə eləsin. Bu məni çox düşündürür həddindən artıq və düşünürəm ki, durum gedim axtarım, nə əldə eləyim. Xaçmaz da elə bir yerdir ki, hədiyyə axtarıb tapmaq istəyirsənsə, bir normal hədiyyəni tapa bilmirsən. Ona görə gedib axtaracağam. Ən maraqlı bir, fərqli bir nə isə tapmalıyam. Və ad gününü bu dəfə heç restoranda qeyd eləməyəcəyik. Düşündüm ki, bu dəfə ailəmizlə elə evimizdə qeyd eləyək. Çünki həm çox işlərimlə bağlı çöldə olduğuma görə evə ehtiyacım var. Həm də evdə oturub daha öz evinə hər şeyi sifariş verib keçirtmək daha uyğun olur. Qalan yeməklərin hamısı da bizə qalır. Həm də ki, biz restoranda oturanda bəlkə qonaqlar olsa uyğun olardı, amma biz ailəmiz olduğumuza görə belə düşündük ki, elə evdə də keçirdək. Və siz ad günlərini harda keçirdirsiniz? Yorumda yazmağı unutmayın. Mən keçən il ad günümü Maral Göldə keçirdim, ailəmlə, uşaqlarımla, amma uşaqlara heç maraqlı gəlmədi, heç mənə də maraqlı olmadı. Düzdür, əvvəl istəyərdi getmək, gəzmək, artıq uşaqlar böyüdükcə, qızlar böyüdükcə artıq bizlə getmək onlara da maraqlı olmur. Mən bu il düşünürəm ki, öz ad günümü öz iş yoldaşlarımdan, kolleqalarımdan keçirdim.
keçirdim, özü də böyük bir zalda keçirdim. Hələ ki düşünürəm. Allah deyən olsun, biz deyən olmasın. Neçə ildir artıq ad günü qeyd eləmirəm. Bu il söz vermişəm ki, sırf ad günümü qeyd eləyəcəm. Çünki həm komandam böyüdür, həm şəbəkəmdə artıq yüksək rütbələr çoxdur, həm də onlarla bir ortamda olmaq, bir ortamda qeyd etmək mənim üçün xoşdur. Mənim qonağım çox olduğuna görə də evdə bunu keçirtmək heç uyğun olmur. Oğlum isə ayın 20-sidir. İndi o öz seçimini eləyəcək. Görək evi istəyəcək, yoxsa gedib hardasa qeyd eləməyi. Bəli, qabları, evi təmizlədim, hər şeyi yekunlaşdırdım. Çox çəkiliş etmədim sizi yormamaq üçün. Düşdüm. Bu arada gedib alış-veriş etmək üçün maşını xoda saldım. Gördüm ki, bərbad vəziyyətdir. Nə etməliyəm? Təbii ki, maşını ilk öncə yumalıyam. Düzdür, artıq günortanı keçib, belə getsə axşama qədər güclə yuyub yekunlaşdıracağam. Yoldaşım olsaydı heç imkan verməzdi ki, mən həyətdə maşını yuyum, amma o yoxdur. Axşam gələcək. Ona görə də mən qızımla sözləşdik ki, gəlin bu dəfə biz həyətdə həm də sizin üçün maraqlı bir vlog olsun, maşını özümüz yuyaq. Düzdür, ümumiyyətlə mən zəhmətkeş xanımları, zəhmətkeş insanları çox dəyərləndirirəm. Bugün qazandığım hər şeyi öz zəhmətimlə qazanmışam. Keçən dəfə YouTube-da canlı açanda da orada izləyicilərimdən biri qeyd elədi. Sən haram pulla rahat şəkildə 3000-lə alaraq altına Kia Optima salmısan, sənə nə var? Əslində mən öz qazandığım hər şeyi zəhmətimlə qazanmışam. Çünki bir xanım olaraq gündəlik 18 saat telefon və kompüter, yəni ki, kompüterlə çalışan bir insanın artıq həyat tərzini özünüz düşünün. Bu həyatda hansısa nailiyyəti, hansısa uğuru, hansısa gəliri qazanırıqsa, şükür Allah, öz zəhmətimizlə qazanırıq. Mən şükür ki, bugün öz 3 övladımı halal zəhmətimlə böyütmüşəm. Təbii ki, yoldaşım da usta olduğuna görə əziyyətli bir işdə çalışır, gedir, işləyir və öz zəhməti ilə qazandığını gətirir və təbii ki, övladlarımıza da xərcləyirik. Allah hər kəsə bol ruzi yetirsin, Allah hər kəsə öz zəhmətinin bəhrəsini versin. Hər zaman bunu deyirəm, bunu arzulayıram. Belə yavaş-yavaş maşınımızı da yuduq, təmiz oldu, ürəyim rahat oldu. Bir sözlə çox gözəl görsənir. Belə, indi artıq getmək olar. Alış-verişimizi etlədik, qayıtdıq, bir də yol üstü götürdüm. Ad gününü qeyd eləyəcəyik bugün. Bu kalbasanı çox sevirəm, ona görə bu kalbasadan aldım. Salat üçün toyuğun döşəti. Uşaqlar çox sevirdiyi kola. Sonra üzüm düşes. Bir dənə də natural sok. 2 ədəd lavaş götürdüm. Ev lavaşı da dadlı olur. Göyərti. Sezar salatı üçün pomidor. Iceberg kələmi. Və belə şirniyyat. Bu dəfə bunu aldım ilk dəfədir. Təzə-təzə pişirilir. Bunlar uşaqlar üçün çipslər. Belə. Belə bir cür şirniyyat. Və kekslərdən aldım. Salat üçün suvariklər. Salat üçün sos. Bir də biraz belə konfet. Bu da ad günü hədiyyəsi. Mən açmıram. Ça, le GS. Gelin burada oturup. Gelin bu şunu. Koydum qaynamağa. Ən sevdiyim iceberg
kələmi ilə salatlardır. Yəni bir çox cür var. Ən çoxu da bu Sezar salatını bəyənirəm və istəyirəm reseptini siz də görəsiniz ki, siz də yəni necə deyirlər bunu hazırlayasınız. Götürəndən sonra getmişəm Qayalıya. İnanın o qədər gözəl tortlar var idi üstündə. Çiyələk falan, qəşəng, nə bilim. Kaş oradan gedib götürərdim. Amma bu sifarişə hazırlanandır. Bu belə görünsə də dadı gözəl olur. Etləri hazırlayıb. Çoban salatımız hazırdır. Birazdan üstünə göyərti də əlavə edəcəyik. Stola püre verəndə də dadlı olur. Iceberg kələmini belə əlinizlə doğrayandan sonra pomidorları da, çeri pomidorları da belə yarıdan bölürük. Həmişə Qayalıdan alıram şirniyyatları. Orada təzə-təzə hazırlanır. Ona görə valla belə baxıram, heç evdə hazırlamağa dəyməz. Bıçağı ver mənə. Ən rahat hazırlanan keksdir, ona da tənbəllik edirik. Bunları çox bəyəndim, bilməm bunlar nə şirniyyatdırsa, heç sipariş verməmişəm bunlardan. Bu dəfə ilk dəfə bunlar qəşəng bunlardan da. Əvvəl gedib bir çox insanlarla qeyd eləmək istəyirdik ad günlərini, amma indi artıq mənim üçün belə şeylər maraqsız gəlir. Əslində qızların tərəddüdü ilə bəlkə bu il özümə ad günü təşkil elədim. Ona da hələ indidən düşünürəm ki, neyinirəm ki, onu eləyib. Belə evdə hazırlamaq, evdə süfrə açmaq, evdə keçirtməyi çox sevirəm. Belə çox qonaqlı, qaralı da sevmirəm ad günləri. Xüsusi olaraq öz ailəmiz üçün. Konfet fincanı belə hazırladım. Belə bu hazır. Şirniyyatlar hazır. Aşağıları götürüm. Belə. İndi də salatın o biri hissəsini hazırlayıb sonra dolu bəzədəcəm. Kebab sifariş verdik. Şəhərdə kebab hazırlamaq olmur. Ona görə bizim uşaqlar ad günlərində ancaq kebab istəyirlər. Belə aş, dolma, belə bir şeylər o qədər sevmirlər. Qızlar stol açana qədər sizə hazırladığım hədiyyəni təqdim edeyim. Çox gözəl hədiyyələr yerləşdirmişəm. Ətirdir, dodaq bleskidir, üz üçün qəşəng vitaminli sabundur, üz üçün nəmləndirici kremdir və talkdır bədən üçün və xanımlar üçün nəzərdə tutmuş ən gözəl məhsul üz yuma geli, üz üçün tonik və intim geli və bir də maska. Məncə hədiyyəni hər biriniz bəyənərsiniz. Bütöv bu hədiyyəni bir nəfər qazanacaq. Necə? Həmin bu vlogun altında hər nəfərdən bir rəy nəzərə alınacaq. 100 rəy olandan sonra 100 nəfərdən biri seçiləcək. Və qeyd etmək istəyirəm ki, bu vlogun altında qrup linki hazırlayıb yerləşdirəcəm. Bəyənib, yorum yazıb, bu vlogu statusda paylaşıb, screenshot eləyib həmin qrupa atmağınız tövsiyə olunur. Sadəcə pulsuz bu bütöv səbətdə olan hədiyyələri qazanmaq üçün yalnız sizdən aktivlik istəyirəm. Bugucud, neyinir burada bugucud?
ver et. Al baxayım. Çox bilmiş. Əti qəşəng qaynatdıq həll oluna kimi. Duzu qaynadanda atmışdıq biraz da gəlsin deyə. İndi xırda doğrayıb əlavə edəcəyik bu iceberg kəlmi ilə pomidor olan qaba. Nərmin, gətir oradan taryaka. Qoyaq salat kolbasanı. Ümumiyyətlə sarımsaqlı piyli servilər çox dadlı olur. Böyüyü gətirərdin də. Uzunu getirdim. Uzunu gətirdim. Sizdə uşaqlar nə istəyirlər? Biri iPhone, neçə istəyirdi Nərmin? 13. 13 istəyir. Sonra sən? 15. 15 istəyir. Orxan? 11. iPad istəyir. Deyir ki, sən pul qazanırsan deyir, hamısını bizim telefonlarımıza xərclə. Filan uşaqda filan telefon var, bəhmən uşaqda bəhmən telefon var. Bunları belə tam olaraq xırdaladıqdan sonra əlinizlə belə didik eləyin, onda salat daha dadlı olur. Çünki iri tikələr ağza gedəndə o qədər dadlı olmur. Tök. Bunlar maksimum xırda olmalıdır. Bəsdir. Məncə bəsdir, hə. Bəsdir, o qalsın. Bu balaca deyil, amma qab balaca deyil. Suxariklər nə ilə qarışdıracaqsan? Hə? Nəyə əlavə edəcəksən? Suxarik əlavə edəndən sonra bunları qarışdırma olmayacaq. Gətir başqa bir qaba tökək. Deyir Nərmin. Onu al. Əlinə qar. Biz bunu tək. Bunu da üzərinə əlavə edək. Sezar sosu. Qarışdı. Sezar sosu az olursa əlavə mayonez əlavə etmək olur. Mən Sezar sosun bir ədədini götürürəm. Əlavəni mayonez əlavə edirəm. Dadlı olur. Gətir Nərmin, xalqelik mayonez var. Az hazırlasanız bu bəs eləyir. Mən bundan da çox hazırlayıram. Böyük tas. Daha böyük qabda hazırlayıram. Çünki mayonez o Sezar sosundan dadlı olur. Ver bir dənə mən, ver mənə. Belə bax, hazır. Bizim Sezar salatımız hazırdır. İnanın ki, gedib restoranlarda yesəm, bu qədər dadlı olmur. Bir 15 dəqiqə bunu belə xaldenikə qoyacaq. Həm soyuq olacaq, həm də dadı bir-birinə keçəcək. Bunlar bir-birinə dad alacaq. Bir 15 dəqiqə qoyaq xaldenikə bunu. Bax. Dadlı. İndi isə yavaş-yavaş stolu düzəldirəm və birlikdə ad günümüzü qeyd edəcəyik. Bir çox statusları, storyləri, Instagram səhifələrini izləyirlər. Bəzi insanlar heç gəliri normal deyil, daha çox deyil və müəyyən bir kredit əldə edirlər.
ad günlərini təmtənəli restoranlarda xərc çəkib qeyd eləyirlər ki, sosial şəbəkədə və yaxud statuslarda paylaşsınlar. Mən bunun tərəfdarı deyiləm. Çünki nə qədər insan sadə və səmimi olsa, o qədər də insanlara daha yaxın olur. Düzdür, bu gün şükür Allaha gəlirəm yüksəkdir, amma mən bir çox şeylərə diqqət yetirərək bəzən evdə ad günlərini qeyd eləyirəm. Düzdür, arada mən də gedib qeyd elədiyim vaxtlar olur. Yəni bir tərəfdən buna pis baxmıram, amma əgər sənin büdcən yoxdursa, kimdənsə borc xərc edib bunu qeyd etməyə dəyməz. Mən heç vaxt hər hansı bir borca girib bir nəyisə qeyd eləməmişəm, hardasa gəzməmişəm, nəyisə borca girib alıb geyinməmişəm. Yəni öz büdcəmə uyğun hər zamanda geyim geymişəm, qeyd eləmişəm, yəni hədiyyə almışam. Baxın belə deyək. Bugün biz əgər bir pulu qazanırıqsa, əziyyətimizlə bu gəliri əldə ediriksə, biz bunu idarə etməyi də bacarmalıyıq. Tutalım bir insan ayda 1000 manat pul qazanır və o pul qazananda, hardan pul qazanırsa orada xərcləməyi bacarmalıdır. Misal üçün, hansı bir işdən qazanırsa, o işə pulu xərcləməyi bacarmalısan. Əlavə olaraq da onun ən azı 10%-ni özünə xərcləməlisən. Təbii ki, burada geyim var, baxım var, bəzi başqa bir şeylər var. Və onun da ən azı 10-20%-i gələcəyə yatırım etməyi bacarmalısan. Əgər yox, bugün gəldi, bugün xərclədin, sabah heç nə yoxdursa, sabah sən çətin günə düşə bilərsən. Yəni bugün mən qazanıram, onu istədiyim yerlərə xərcləyim. Wow, belə şeylər bayaqları qeyd elədiyim kimi uşaqların hərəsi bir bahalı model telefon istəyir və yaxud da planşet istəyir və hər istədiyini alıb verərsənsə və öz büdcəvə qənaət etməyəcəksənsə, sabah yaşamaq sənin üçün çətin olacaq. Çünki biz hər birimiz bilirik ki, bugün hər şey bahadır, istər ərzaq, istər məişət əsası, istər də başqa bir şeylər. Həm də ki, mən bugünkü gündə bir ana kimi 2 uşağımı hazırlığa göndərirəm. 2 uşaq 3 fəndən hazırlığa gedirsə, bu da müəyyən bir büdcə tələb edir. Bundan əlavə məktəbə gedir, gəlir, geyimi var, dəftəri var, qələmi var, sumkası var, hazırlığa gedir, əlavə kitabları var və bundan əlavə bizim gedəcək toyumuz, gələcək yerimiz və yaxud da hər hansı bir yerlər. Yəni gündəlik olaraq bəlkə hər gün nələrsə pul xərcləyirik və biz düşünməliyik ki, bu ayın biri başlayırsa 30-una qədər bizim xərcləyən gəlirdən də əlavə qıraqda nəsə gəlirimiz qalmalıdır. Çünki bugün yaxşı günün dar günü də olur. Allah heç kimə göstərməsin, amma bu var. Sabah Allah eləməsin, bir yer xəstələnərsə, bir başımıza bir istəmədiyi anda ola bilər iş gələrsə, ən doğma insanın belə qapısını döysəm, elə moment olacaq ki, heç ondan da bir manat tapa bilməyəcəksən. Ona görə hər zaman öz ehtiyatımızı saxlamaq bizə tövsiyə olunur. Amma bir xasiyyətim var. Mən bir işi görürəmsə, hər zaman onu kreditdən görürəm. Bəzi insanlar kreditə pis baxır. Mənim yoldaşım ümumiyyətlə etiraz edir kreditə. Amma mən nə alıramsa, sırf gedib kreditə alıram, sonra ay-bay ödəyirəm. Çünki mən nəyisə yığıb, nəyisə edəcəm deyirəmsə, o heç vaxt məndə alınmır. Misal üçün, ev alanda da mən 30% ödəyib, qalanı 3 ilə ödəyərək bağladım. Misal üçün, maşın alanda da müəyyən bir məbləği ödədim, qalanı kreditlə ödədim. Bugün misal üçün, özümə bir telefon almışam, mən onu kreditə almışam. Çünki bir ayda insanın o qədər xərcləyəcək yerləri olur ki, nəyisə konkret bir böyük nəyəsə pul ödəyib onu götürə bilmirsən. Amma hər zaman da yoldaşım buna etiraz edir. O heç vaxt hardasa gedib kredit almayıb və krediti də işləməyib. O bugün qazanıb, sabah onu xərcləyib, yəni belə yaşayan insandır. Əslində bir tərəfdən deyirəm ki, o xoşbəxt insandır. Bir tərəfdən də düşünürəm ki, yox, elə də yaşaya bilmərəm. Çünki onun üçün sabah yoxdur, onun üçün gələcək yoxdur. Yəni o belə şeyləri heç vaxt düşünmür. Amma mən ancaq xırdalayıram. Sabah uşağım üçün bunu eləyəcəm, birisi gün uşağım üçün bunu eləyəcəm, gələn il oranı belə eləyəcəm. Yəni o qədər böyük arzularım, böyük keçirəcək xəyallarımda düşüncələrim var ki, mən onların hər birini axşam yatarkən beynimdə fırladıram və düşünürəm, sonra yatıram. Ümumiyyətlə mən hər zaman heç vaxt bu günü düşünən insan olmamışam. Ancaq sabahı düşünmüşəm. Mənim yoldaşım da hər zaman mənə deyir ki, sən sabahı heç vaxt düşünmə. Yəni bu gün varsa, bu gün şükür sənin çörəyin varsa, buna da şükür etməlisən. Nə bilim, yəni mən ondan bu haqda razı ola bilmirəm. Yəni biz ümumiyyətlə fərqli xarakterli insanlarıq. O fərqli xarakterdədir. O cibində 1 manat belə pul qalsa, onu da mənə, uşaqlara, istəyəndən bir əzinə, yaxına, özünə xərcləyəcək. Amma məndə 5 manat belə qalsa, mən deyərəm ki, pul yoxdur. Yəni mən onu saxlayaram, amma vacib olsa xərcləyərəm, vacib olmasa elə belə xərcləmərəm. Misal üçün onun cibində 5 manat pul olursa, mən ona desəm ki, mən filan bir şey istəyirəm, gedib həmin 5 manatı xərcləyib gətirib verəcək. Yəni belə bir xasiyyəti var. Bugün onun ad günüdür deyə biraz da ondan danışdım. Allah hər birimizə can sağlığı versin. Bu arada mən də öz həyat yoldaşımı elə burada təbrik eləyirəm. Çünki yaşın önəmi yoxdur. İstənilən yaşda biz özümüzü cavan hiss edirik. Yəni çünki ruhumuz çox cavandır. Həm də ki biz hər ikimiz uşaq vaxtında çox əziyyət çəkmişik, böyüyəndə də çox əziyyət çəkmişik. Ümumiyyətlə ikimiz də kənddə böyümüşük, çətinliyimiz olub. Ona görə də
bugün düşünmürük ki bizim bu yaşımız var. Mən sual verirəm, sən özünü hansı yaşda hiss eləyirsən? Onda mən qayıdıb deyir, elə bilirəm ki, təzə evlənmişəm. Mən də bəzən oturub ondan söhbət eləyəndə deyirəm ki, mən elə bilirəm təzə gəlin gəlmişəm, balaca uşaqlarım var. Bir də baxıram, yox, qızlarım böyüyüb artıq. Sonra anlayıram ki, deməli mənim müəyyən qədər yaşım var. Çünki biz o günləri yaşaya bilmədik. Bu gün məsəl üçün ailə həyatı qururlar. Bir çox gəlinlər, bu çox gənclər görürük ki, öz həyatlarını daha maraqlı keçirdirlər. Yəni misal üçün bu gün mənim üçün gedib ondan müəyyən bir yerlərdə müəyyən qədər gəzintilər o əvvəlki qədər maraqlı olmur. Çünki təzə ailə həyatı quranda insanlar daha çox belə şeylər istəyirlər. Getsinlər, bir yerdə daha çox vaxt keçirsinlər və o vaxtda biz nə üçün əlləşmişik? Böyüklər var, çəkinirdik, ev, iş, problem, başqa bir şeylər. Ona görə bu gün bəzən bu yaşda da hələ biz elə düşünürük ki, biz təzə evlənmişik, təzə ailə həyatı qurmuşuq. Yəni belə düşünürük, öz yaşımızdan həqiqətən də xəbərimiz yoxdur. Bəs siz necə düşünürsünüz? Bu arada kanalıma abunə olub bildirişləri açmağı unutmayın. İstər vloq yükləyəndə, istər canlı yayım açanda siz xəbərdar olasınız. Göz haqqınıza halal edin. İzlədiyiniz üçün hər birinizə minnətdaram. Növbəti daha maraqlı vloqlarda görüşənədək.